Qadın ərinə deyir ki, "The baby is getting tired." Uşaq yorulur. "Can you put her down?" Onu yerə qoya bilərsənmi? Yəni yerinə uzada bilərsənmi? Əri də başlayır uşağa deməyə ki, "You are worthless." Sən dəyərin yoxdur. "And nobody likes you." Və heç kəs səni xoşlamır. Niyə belə oldu? Zarafat ondan ibarətdir ki, qadının işlətdiyi put her down ifadəsini iki başlı başa düşə bilərik. Düzdür, qadın ərinə normal mənada demişdi ki, onu yerə qoy, onu yerinə uzat mənasında. Amma to put someone down ifadəsi həm də idiomdur. To put someone down kimisə alçatmaq, təhqir etmək mənasını verir. Ona görə zarafatın kontekstinə uyğun olaraq kişi də ki, güya uşağı başladı təhqir eləməyə. Bu idiomun bir də heyvanlar haqqında olan versiyası var. Elə bil ki, ölmək üzrə olan bir heyvanı öldürüb canını qurtarmaq məqsədi ilə işlənilir ki, məsələn, they put an old horse down. Onlar köhnə atı put down elədilər, yəni öldürüb canını qurtardılar.